Çox eşitdiyimiz prolaktin hormonu. Bu hormon yalnız qadınlara mı aiddir? Yoxsa kişilərdə də ifrazında problem yarana bilir? Öncə qeyd etmək istəyirəm ki, prolaktin hormonu həm qadınlarda, həm kişilərdə hipofiz vəzindən ifraz olunan hormondur. Adətən qadınlarda ifrazı laktasiya dövründə, hamiləlik dövründə yüksəlmiş olur. Yəni hamilə qalarkən orqanizmin süd vermə prosesinə hazırlamaq məqsədi ilə süd ifrazını artıran əsas hormonlardan biridir. Prolaktin hormonunun qadınlarda yüksəlməsi fizioloji hallarda da ola bilir. Fizioloji hallarda əsasən fiziki aktivlik zamanı, yəni idman, ağır idman sonrası da prolaktin yüksələ bilir. Bəzi patoloji hallarda, qalxanvari vəzi xəstəliklərində prolaktinin ifraz edən hüceyrələrin adenomasında hiperplaziyası zamanında prolaktin hormonu yüksələ bilir. Prolaktin hormonunun yüksəlməsi qadınlarda əsas əlamət olaraq aybaşı pozulması, çəki artması, sonsuzluq kimi əlamətlərlə göstərir. Kişilərdə isə prolaktin yüksəlməsi, süd vəzlərinin bir qədər böyüməsi, libido və cinsi istəyin azalması, əzələ qüvvəsinin zəifləməsi kimi əlamətlərin özünü göstərə bilir. Prolaktin hormonunun pozulması, miqdarının artması nəinki fiziki problemlərə gətirib çıxarda bilir, həmçinin emosional pozuntular da yarada bilir. Pasientlərdə fobiyalar, qorxular, baş ağrıları kimi əlamətlərinin özünü biruzə verir və həyat keyfiyyətinin pozulmasına səbəb ola bilir. Əgər sizdə də halsızlıq, yorğunluq, baş ağrıları, görmədə olan bulanıqlıq, yan görmənin pozulması, həmçinin güclü başda sıxılma hissi, aybaşı pozuntuları, sonsuzluq kimi əlamətləri varsa, kişilərdə sinənin böyüməsi, həmçinin libido və cinsi istəyin azalması, əzələ gücsüzlüyü əlamətləri varsa, onda bir endokrinoloji müayinədən keçməkdə və prolaktin yoxlatdırmaqda fayda vardır. Bu videoların çəkilməsində hər zaman əsas məqsəd maarifləndirmədir. Əgər bu şikayətləriniz varsa, endokrinoloji müayinədən keçmənizdə əsas şərtdir. İlk öncə prolaktin hormonuna baxılması lazımdır. Adətən yuxudan durandan sonra ayrılanan 2 saat ərzində yoxlanması lazımdır. Ac qarnına yoxlanmalıdır. Günün birinci yarısında erkən saatlarda yoxlanması faydalıdır və bu zamanda prolaktin yüksəkliyi aşkarlanarsa dərhal narahat olmağa və dərman başlamağa ehtiyac yoxdur. İlk öncə prolaktinin həqiqətən də yüksək olub-olmadığı araşdırılmalıdır. Prolaktin yüksək rəqəmlərinizlə birbaşa dərman müalicəsindən yox, endokrinoloji müayinənin daha da genişləndirilməsinə ehtiyacınız vardır. Ehtiyac olduğu təqdirdə hipofizin MRT müayinəsi aparılmalıdır, göz-zibi müayinəsi aparılmalıdır və diaqnoz dəqiqləşdikdən sonra müalicə üçün dərman preparatlarının təyin olunması lazımdır. Sizdə də bu şikayətlər varmı? Nə qədər vaxtdır bu əlamətləri özünüzdə hiss edirsiniz? Şərhlərdə bunu qeyd etməyi unutmayın və sonda bu videonun faydalı ola bilməsi üçün bəyənməyi və paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.